Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə istər sadə, istərsə də şokoladlı, qozlu, tez bir zamanda hazırlaya biləcəyiniz ləzzətli peçeniya resepti paylaşacağam. Xəmirini hazırlamaq üçün yoğurma qabına 125 qram otaq temperaturunda yumuşalmış çörək yağını əlavə edirəm. Üzərinə bir yumurta və stəkanın başından 2 barmaq əskiyi olmaqla şəkər pudrası əlavə edirəm. Kütləyə yarım stəkan qarğıdalı nişastası, bir paket vanil və yarım stəkan daha duru yağ əlavə edərək spatula ilə yaxşı qarışdıracağam. Bu resept ilə çox gözəl peçenyelər alınır. Qarğıdalı nişastası daha da xırt-xırt olması üçün əlavə edilir. Bu şəkildə kütlə əldə etdikdən sonra üzərinə unu az-az əlavə edəcəm. Əvvəlcə 2 stəkan unu bir dəfəlik tökdüm. Unun da üzərinə 1 çay qaşığı qabartma tozu əlavə etdim və qarışdırıram. Un yetərli gəlmədiyinə görə təkrardan 1 stəkan unun yarısını əlavə edəcəm. Hər zaman qeyd etdiyim kimi unun formasına, markasına, istifadə etdiyiniz ərzaqların formasına görə miqdarı dəyişə bilər. Xüsusilə peçenyelərdə unun miqdarına diqqət etmək lazımdır. Yarısını xəmirə əlavə edərək əlimlə yoğurmağa başlayıram. Ələ yapışmayan yumuşaq bir xəmir əldə olunmalıdır. Ondan biraz daha dəzgaha əlavə etdim və gördüyünüz kimi tam olaraq yarım stəkan un qaldı. Və xəmiri dəzgahın üzərində də yoğurdum. Çox yoğurmağa da ehtiyac yoxdur. Formasını itirməyən gözəl bir qurabiyə xəmiri əldə edilməlidir. Xəmirin formasını da sizə göstərim. Gördüyünüz kimi əlimə yapışmır və istənilən forma vermək mümkündür. Xəmiri tam kündəyə gətirib qozdan daha kiçik olmaqla dairələr hazırlayacağam. İstərsəniz bu peçenyeləri daha fərqli formada bişirə bilərsiniz. Daha tez işinizin bitməsi üçün dairələrin ölçülərini biraz daha iri edə bilərsiniz. Mən bu xəmirdən ümumilikdə 40 ədəd peçeniya əldə etdim. Bu miqdar sizdə götürdüyünüz xəmirin ölçüsündən asılı olaraq da dəyişə bilər. Hazır olan xəmirdən birini götürüb çox həfif üzərinə basdım və çəngəlin uc hissəsi ilə gördüyünüz formada üzərinə bəzək qoydum. Siz istərsəniz sadə də bişirə bilərsiniz, amma çox az bastırmaq lazımdır. Üzərindən çox basmayın ki, xəmir bir qədər bişən zaman qabaracaq və yayılacaq. Gördüyünüz kimi çox az əvvəlcə əlimlə, daha sonra çəngəllə də basıb daha da genişləndirirəm. Yağlı kağız sərtim soba lisinə bir qədər aralıqlı məsafələrdə düzüb, əvvəlcədən qızdırdığım 170 dərəcəli sobada üzəri ağarıb, altı biraz qızarana qədər bişirirəm. Bişmə vaxtı sobanıza görə də dəyişə bilər. Sobadan çıxarandan sonra isti-isti qətiyyən əl vurmuram, ovula bilər. Soyuduqdan sonra artıq işimizə davam edə bilərik. Təxminən 200 qram qoz ləpəsini xırdalayıcıdan keçirdim və təxminən 200 qram damla şokoladın benmari üsulu ilə əritdim. Əridən zaman diqqət etmək lazımdır ki, su qaba dəyməsin. Və soyuyan peçenyelər əvvəlcə şokolada batırıb, daha sonra üzərini qoz ləpəsinə bulayıram. Yağlı kağızın üzərinə qoyaraq şokoladın qurumasını gözləyəcəm. Bu şəkildə peçenyelər bitənə qədər davam etdim. İstərsəniz yarısını bu formada, yarısını isə sadə saxlaya bilərsiniz. Hər iki formada da çox ləzzətli alınır. Peçenyelər tamamilə fərqli bir görünüşə sahib oldular. Bu qədər dəyərli izləyicilər, artıq hamısını eyni qayda ilə hazırladım. Ümumilikdə 40 ədəd peçeniya alındı dediyim kimi. Çox-çox dadlıdır, yoxlamağa dəyər. Siz də yoxlayın, nəticəni mənimlə rəylər bölməsində paylaşmağı da unutmayın. Videonu bəyənib, paylaşıb, dostlarınızla kanalımı məsləhət etməkdə unutmayın. Kiçik də olsa rəylərinizi əsirgəməyin. Sizin rəyləriniz mənim üçün çox önəmlidir. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah gələcək videolarımda təkrar görüşərik. Sağ olun, Allah'a əmanət olun.